Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Hafiz Yarıblı. Bu günləri sizlərə İmhaşin Tədris Mərkəzinin MİQ imtahanı üçün təşkil etdiyi mövzu sınav 1-dən ibtidai sinif müəllimləri üçün riyaziyyat sualları izahını verəcəm. Başlayaq birinci sualımızdan. Sual belədir. 3 rəqəmli ədəddən A ədədin çıxdılar və 3 rəqəmli ədədin onluqlar mərtəbəsinə duran rəqəm 3 vahid artdı. Ədəd fikir vermişsin. Yəni ədəddən düşünmə, hansı ədəd olduğunu düşünmə. Deyir ki, əsas odur ki, nə baş verir? Onluq nədir? Mərtəbəsində duran rəqəm 3 vahid artdı. Plus, artdı. 3 vahid onluq dediyi üçün 1-0 yazın. Məsələn, yüzlük üçün 2-0 yazalım. Təklik və yüzlüklər mərtəbəsində duran rəqəm 7 vahid azaldı. Minus azaldı dediyi üçün 7, tək deyəndə özü. Bir də 700. Bax, təklik və yüzlüklər deyil. Bir də tək çıxdım 7-nin özünü. 7 vahid azaldı. Bir də mən niyə 700? Yüzlüklər dediyi üçün. İndi elə bir ədəd var. Üzərinə 30 gəlmişəm. Minus 7, minus 700 çıxmışam. Bu edir belə bir şey. Müsbət 30 çıxaq 707. 7 çıxıblar və 700 çıxıblar. Bir 707 deməkdir. Burada böyükdən kiçik çıxırsa, eləyib 677 və böyüyün işarəsi mənfi. Elə bil ki, bu ədəddən 677 çıxırlar. Deyir ki, A ədədi çıxırlar. Elə bil ki, A ədədinin çıxmaq nə deməkdir? 677-dən çıxmaq deməkdir. A-nı tapın deyir. Həmin bax, 677 olacaq D variantı. İndi keçək növbəti sualımıza, ikinci, yəni burada sınavdakı 22-ci sualımıza baxırıq. Deyir ki, sualdan ədədində onluqların sayı təkliklərin sayından 41114 vahid kiçik, minliklərin sayından 4523 vahid çox olarsa, A plus B cəmliyi neçədir? Bunu rahat yolunu sizə deyirəm. Bunu müəllimlər alt-alta yazıram, toplayıram. Bu niyə topladığımızı biləyim birinci biz. Gəlin burada təkliklər, onluqlar, bir də minliklər. Çünki elə deyək ha. Təklik ədədin özüdür. Özü qədərdir. Onluqlar, burada onluq var. Bax, burada təkliklər var idi. Təkliklər özü qədərdir. Yəni təklik özü. 4, 5, 6, A, B. Sonra deyim mənə onluqlar. Onluqlarda bir dənəsini tuturuq arxadan. Dərs tanına görürsünüz. 4, 5, 6, A. Minlikliyən arxadan 3-ünü tuturuq. Yəni qalır 45. Təkliyi, onluğu, minliyi bilirəm burada. İndi mənim burada məlum olan, bunların yanında A var, AB var. Mənim əlimdə məlum olan nə var? Əlimdə məlum olan bir də minliyim var. Bunu silək, açılsın bizim üçün. A. Şərtdə deyir ki, mənim üçün, indi baxıram burada, minliyim var, məlum olan. Deyir ki, minliklə bax, onluqların sayı, yəni bu, minliklərin sayından 4523 vahid çox olarsa, minliklərin sayı 45-dən 4523 çox olarsa. Bunu alt-alta məsələn toplayıb 45 burada qoysam, olacaq burada 8, 6, 5, 4. Yəni, bu nə oldu? Onluqlar. Onluq. Fikir ver, bax. Onluğa bax. 4, 5, 6, sonra A. 4, 5, 6, burada 8 var, gördüyünüz kimi. Deməli, A-nın yerində nə deyəlim burada? Artıq 8. A-nın yerində 8 deyəlim, görürəm. Artıq onluqların sayını bilirəm. İndi onluqların sayını bilirəm. Burada da A-nın yerinə 8 yazıram. Sonra görməkdir, qayıdan başını təzdən. Onluqların sayı təkliklərin sayından, onluqların sayı təkliklərin sayından bu qədər kiçikdir. 41114 kiçikdir. Deməli, onluqların sayının üzərinə, həmin onluqların sayının üzərinə 4568 gəlsəm, cavabı tapacam. Deyir, onluqların sayı təkliklərin sayından, bu yerdə şərtlənir. Təkliklərin sayından 41114 vahid azdır. Burada onluğun üzərinə 41114
14 bərabərdir təkliklərin sayına. Yəni onluqların sayının üzərindən bunu gəlsən, cavabı alacam. Onluqların sayı tapmışdıq bayaqları 4568. Üzərinə gələn bunu 41114. Burada olacaq. Elə bilin. 2. Burada olacaq 6, 8, 1 yarıda qalmışdı. Burada olacaq 6, 5, 4. Şimdi ne oldu? 45.682 oldu. 45.680 demək B-nin yeni də artıq oldu. 2. Cəm nə olacaq? 10 olacaq. Müəllim, mən bunu deyə bilərsən ki, bax gördünüz cavab nə oldu burada? Cavab oldu 10. Yəni C bəndi. Müəllim, mən bunu deyə bilərsən ki, yəni hər zaman müəllim mən bunu belə yazarım. Şərtdə əslində burada biz nə edirik? Şərtdə deyilən yazıram da mən. Müəllim, mən özüm üçün belə yazıram deyə bilərsən. Məsələn, bunu silərəm. Burada mən bilirəm ki, müəllim, artıq avtomatlaşdırandan sonra da hər dəfə müəllim biraz uzun oldu falan. Amma ehtiyac yoxdur. Deyil, minliklərin sayından. Minliklərin sayı neçədir burada? İkisi 45. Üçüncü turda arxadan 45'dən. Bu qədər çoxdur deyir. Üzərinə gələm 4523. Bu bizdə verəcək 4568. Artıq biz onluqların sayını tapırıq. Sonra onluqların sayının üzərinə bunu gəlsəm, verilən o 41114 gəlsəm, 2, 8, 6, 5, 4. Artıq bu da orada təkliklərimizin sayı. Fikirli, bax, AB 82. 8 burada, 2 burada. Cəmləri nə olacaq? 10 olmuş olacaq. Bu da belə. Keçək növbəti sualımıza. Növbəti sualımızda baxıraq indi. 23-cü sualımız. Sualın şərtinə baxın. Verir ki, ədədində 345.678 ədədində 6 rəqəminin mərtəbə qiyməti. Təklik, onluq, yüzlük oldu 600 mərtəbə qiyməti. 5 rəqəminin mərtəbə vahidi. Təklik, onluq, yüzlük, minlik. 1000. Sonra. Onluq mərtəbəsinin mərtəbə vahidlərin sayı. Onluq mərtəbəsində 7'dir. Yəni, mərtəbə vahidlərin sayı ilə 7'nin özü olur. Və ədədində olan 100 minliklərin sayı. 100 mində 1, 2, 3, 4, 5 dənə sıfır dedim. Arxadan 500 bassam. 5 dənəsi getdi buradan. 5 dənə. Qalır burada nə? 3. Olur 3. Mən deyir, bunlar cəmdir. Tabaq. Bunları toplayanda deyəcək bizdə. 1610. Yəni D bəndi. Belə. İndi burada oldu 1610. Keçirik ki biz indi 24-cü suala. Minliklərə qədər yuvarlaşdırıldıqda 986.000 alınan ən böyük rəqəmləri müxtəlif cüt ədədin rəqəmləri cəmliyi tapın deyə bir sual deyirlər. Əziz müəllimlər, biz bilirik ki, minliklərə qədər yuvarlaşdırıldığında ən böyük tavanı üzərinə 499 gəlir. Tamam. Yəni bu dərsdə geniş şəkildə izah olunur ki, niyə görə burada belə gəlir? Hamısı ətrafı var. Üzərinə 499 gəlsən bunu. İndi bax burada bir şeylər görəcəksiniz. Artıq nələr baş verir? 986.499. Burada amması nədir indi? Fikir edin. Burada rəqəmlərin müxtəlifdir. Amma burada 9 var. Mən 400, burada 400. Özən nə deyir? Rəqəmlərin müxtəlif cüt sözlər var. Ona fikir etmək lazımdır. Burada 9'ları mən dəyişməliyəm. Ən böyük ki, 4'dən sonra gələn bu birinci burada başlayıram da onluqlarını say. 8 yazmaq istəyirəm, görəm bir yaza bilmirəm. Məcbурən burada nə yazam yerinə? 7 yazam. Bunun yerinə 7 yazam ki, artıq rəqəmlərin 8 var idi, onsuz da müxtəlif olsun. İndi arxadakı rəqəm 9'dur. Cüt deyil axı bizdə. İkincisi 9 ola bilməz. Mən cüt olmaq üçün 8 yaza bilərik. 8 misalda var. Bəs 6 da misalda var. Bəs 4 da var. Bəs o zaman məcbурən nə yazmaq ki? 2. Demək, axtarılım ədəd beləymiş. 986.499.
472'ymiş. Axtarılmada durmuş. Rəqəmləri cəmin tapın deyir. Bunun rəqəmləri cəminə baxsam 17, 23, 30, 36. Yəni cavab olacaq rəqəmləri cəmi 36 Y bəndi. Bu belədir. Keçək növbəti soru, rahat sual idi. Burada indi siz yəqin ki sınavda görəcəksiniz, bunu demişəm düzəldəcək. Minliklərə qədər, son söz verir. Minliklərə qədər yuvarlaşdırıldıqda 6000 alınan A böyükdür 5789 şərtini ödəyən neçə natural ədəd var deyə. Mütləq rəqəm olmalıdır. 5789'dan böyük olmalıdır. 5789'dan böyük olan ilk ədəd 5790'dır. Deməli biz hardan başladıq? 5790'ın özündən başlayırıq. Sonra artı gedir. 5791 ta ki hara gedəcəm. Minicə 6000 alınan ən böyük ədədimiz 6499. Dəxil üzərindən 499 gəlir. 5790'dan 6499'a qədər ədədlərin bizə sayı lazımdır. Burada dənə nüans var, onu deyəcəm sizə. Görək burada məsələn neçə ədəd var? 5790'dan başladım. Hara qədər gəldim? 6499'a qədər gəldim. Ədədlərin sayını tapanda ən böyükdən ən kiçiyi çıxırıq. 6499'dan çıxırsan ən kiçiyi. Burada olacaq 9, 0. Burada qaldı 9, 0, 7'dən çıxanda 7. 709. 709 üzərindən 1 gəlir. Deməli bizim ümumiyyətlə 710 dənə ədədimiz var. 5790'dan 6499'a qədər 710 dənə ədədimiz var. Yəni mənim cavab 710'dur mu? Xeyr. Bilirsən niyə görə? Çünki bu siyahın içərisində bax burada 6000 var mı? Bəli, 5799'da 6499'a qədər olan 90'dan 6400. Orada 6000'in özü var. 6000'in özü onsuz da yuvarlaq ədəddir deyə, min neçəyə qədər yuvarlaşdırılmış ədəddir deyə, həmin o ədədin bir dənə özünü çıxacaqsan. Elə bir qalacaq bizə 709. Mən burada niyə bir gəldim, niyə çıxdım? Bu saytan baxsın. Ümumiyyətlə burada siyahıda ümumiyyətlə 710 dənə ədəd var. Onun bir dənəsi bizə lazım deyil. Çünki onun özü onsuz da yuvarlaq ədəddir. İstədiyim ədəddir mənim. Yerdə qaldı 709 dənə ədəd. Yəni C rəngidir. Keçirik şimdi bizdə 26-cı sualımıza. Bölmə əməlində qalıqla natılan qismətin cəmini tapılır. Cavabını normal şəkildə yazaq. Bunu bu formada səliqəli yazmalısan ki, bölünsün 23. İndi başlayalım. 23'ü 23'e bölündə bir dəfə düşdü. 23 yazdıq. Çıxanda 0. Görürsünüz ki. Sonra bu indi 0 düştü. 0 böləndə 0. 2 düştü. 2 23'e bölünmədiyi üçün 1 0. 3 düştü. Bir dəfə 23 0. 0 düştü. Gəldi bura 0. 2 düştü. 2 23'e bölünmədiyi üçün 1 0. Deməli 100 mil 100. Qalıqda nə qaldı? 2 qaldı. Deyir ki, natamam qismətlə qalğın cəmini tapın deyir. Bu da eləyəcək 100.000 102 100.000 102. Cavab A variantı. İndi keçirik 27-ci sualımıza. Sualın şərti ilə tanış olaq. Bölünən 15478. 15478. Natamam qismət böləni verilməyib. Tutaq ki, bölən olsun. İlk hız. Natamam qisməti verib 117. Qalığı verməyib bizə. Amma qalıq deyir ki, 117'dən kiçikdir. Qalıq 117. Qalıq da verməyib bizə. Buna da ilk deyək. Size bir şey diyeceğim. Bak mesela ben bir şey göstermek istedim size. 9'u
4'ə bölək, düşəcək 2, qalacaq 1. Düzdürmü? İndi 9'u 2'yə 9'u 2'yə və bu natman qismətdə bölənin yerini dəyişirəm. Olur 4, yenə qaldı 1. Qalıq dəyişməli. Bunu o vaxt yerini dəyişə bilirsən ki, yadda saxlayın ki, qalığın özü də, həm də bölən daha doğrusu natman qismətdə böləndə qalıqda nə olsun? Böyük olsun. İkisi də qalıqdan böyükdür. Acayip olmasa onu dəyişə bilməzsən. Burada da onu verib ki bizdə. Fikir ver, bak qalıq natman qismətdən kiçikdir, onsuz da həmişə böləndən kiçikdir. O zaman bu x-dan biz 117'nin yerini dəyişə bilirik ki. Gəl dəyişək. Fərq eləyəcək. Yəni onu dəyişə biləcəyik artıq. 15478 bölək 117 düşəcək bir dəfə. 117 7 3 7 düşəcək burada 3 dəfə düşsə 1 5 3 çıxanda qalacaq 6 2 8 düşəcək 2 dəfə 234 34 nə oldu? 34. Deməli, natman qismətimiz elədir ki 132 imiş. Qalığımız da nə imiş? 34 imiş. Mənə deyir ki, bunların cəmini tam. Bölənlə qalığın cəmini tam. 132 ilə qalığımız da 34 olduğu üçün eləyəcək 166. Yəni olacaq A bəndi. 166 oldu A bəndi. İndi keçirəm növbəti sualımız 28'ə. Sualın şərtindən tanışılaq. Bölünən 79 qalıq 4 olarsa bölünən 79 bölən verməyib qalıq 4'dür. Natman qisməti də verməyib. Qalıq amma verib ki 4'dür. Bölənin ala biləcəyi natural qiymətlərin cəmi tapın deyə bir sualdır. Yəni x-in bölən ala biləcəyi natural qiymətlərin cəmi tapın. Biz əsas onu bilməliyik ki, x var ha, nədən böyük olmalıdır? Bölən qalıqdan böyük olmalıdır. İndi fikir ver. Burada 79 bölünən nəyə bərabərdir? Bölən vura natman qismət üstə gələrək qalığa. 4'ü keçsəm C tərəfə x vura y bərabər 79 çıxar 4. X vura y bərabər olacaq 75'ə. X vura y bərabər oldu 75'ə. İndi burada məsələn mən y-ni tapmaq istəyirəm. Y bərabərdir 75, artıq burada qalıb getdiyi üçün tam bölünməli. 75 bölə x-dir. 75'ə bölünən ədədlər hansılardır? 1, 3, 5, 15, 25, 75'dir. X-in yerində bunlar var bilər ancaq. İndi bax fikir ver, gözəlliyə bax həndə burada. X-in qiyməti axı biz 4'dən böyük qəbul etmişdik. Birinci yazmışıq çünki nəyə görə? Bölən qalıqdan böyük olmalıdır. O zaman 1 ilə 3 ödəmir. Mənə deyir ki, ala biləcəyi qiymətlərin cəmində. Ala biləcəyi qiymətlər bunlardır. 120. Cəmlərini topladım elədir 120. Yəni C bəndi. Gözəl sual idi. Keçək növbəti sualımıza. Siz yəni video saxlayıb təkrar yenə o hissələrə baxa bilərsiniz. Şərtlə tanış olun. Şərtdə deyir ki, qalıq A-2 natman qismət 8 olarsa və bir A-nı B-yə bölüblər. Natman qismət 8, qalığı da veriblər ki, A-2. Bölünən ən az neçə olar? Yəni, burada A deyə məsələn başqa bir hərflər deyir burada. Çünki burada misalın içində A var deyə eyni hərflər istifadə edirik. X bölə y deyək. Sizə bir şey göstərmək istəyirəm. Bu sual mənim çox çətinliklə elə deyil. Bunu məsələn bizə belə bir sual versəydilər. Deyərdilər ki, x bölə y bərabərdir 4. Burada yazardılar məsələn 7. Deyədə x ən az neçə olar?
x'i en az tapmaq üçün biz, məsələn, burada x nəyə bərabərdir? 4 vuraq y plus 7 deyil. Biz deyirik ki, bölən qalıqdan böyük olmalıdır. Yəni, y 7-dən böyük olmalıdır. En az neçə ola bilər? 8. Yəni, bir vahid çox, qalıqdan bir vahid, en az deyəndə qalıqdan bir vahid çox götürür. Yəni, yazılan 8 yazırıq. O sual bu sualdır əslində. İndi həll edilən diqqətlə bax, başa düşəsən. Biz bilirik ki, en az dediği için burada, en az deyik, bax, en az. Bu bölən var ha, bax, y. Y bərabərdir, qalıqdan bir vahid çox olmalıdır. Bu da deyəcək, y bərabərdir, a minus 1 imiş. İndi yazıram yerlə. Deməli, belə çıxır ki, y nəyə bərabər imiş? A minus 1. X bölək, y-in yerinə yazıram, mötərəzdə a minus 1 bərabər. Natamam qismət 8, qalığımız oldu a minus 2. İndi biz bölünəni tapmaq üçün böləni natamam qismətə vurulub üzərinə qalıq gəlir. Buradan x bərabərdir. 8'i bunu vursam olacaq 8a minus 8 üstə gələk a minus 2. 8a'nın a'nı toplayanda olacaq 9a minus 8 minus 2 olduğu için oldu minus 10. Olacaq 9a minus 10. Məndən bunu soruşurdu. Güzel suallar. Keçək nəyə? 30-cu sualımıza. Tanış olan 30-cu sualımıza. Natural toplananlardan birini 7 vahid azaldıq. Cəmin 12 vahid artması üçün 2 ədəd götürək. A plus B götürək. Toplananlardan birini 7 vahid azaldıq. Burada bərabər olsun C-yə. Toplanan cəmli də bu. Toplamda birini 7 vahid azaltdıq. Minus 7. 12 vahid artması üçün digər toplanan necə dəyişməlidir? Cəmin 12 vahid artması üçün. Elə bil ki, burada 7 vahid azaldanda, normalda cəm də 7 vahid azalır. Cəm də 7 vahid azalır. Amma bizə deyir ki, cəmin 12 vahid artması üçün elə bil burada bizə alınmalıdır plus 12 alınmalıdır. Plus 12 alınmalıdır. Fikir verin. Biz burada 7'ni çıxırıq, amma burada plus 12 olmalıdır. Biz belə deyək də, toplananlar necə dəyişirsə, cəm də o formada dəyişirdir. Toplananlar məsələn 7 vahid azaltmışamsa, cəm 7 vahid azalmalıdır. Digər toplananı mən gərək 19 vahid artıram ki, plus 19 yazam ki, bu olsun cəm plus 12 olsun. Mən də 12 vahid artırmalıyım. Deməli, mən niyə yemeliyim? Digər toplananın 19 vahid artırmalıyam. Yəni, B bəndidir. Bunu misal kimi mən necə düşünə bilərəm? Misal kimi yazmaq olar, əlbəttə ki, yazmaq olar. Digər toplananın nə baş verdiyini bilmirəm. Amma belə bir şey göstərim sizə. Bunu başqa formada göstərim sizə. Yəni, yazmaq istəsəm, mən necə düşünməyim, amma birbaşa misal kimi işləyim. Məsələn, x elə B kimi yazalım bunu. A plus B bərabərdir cəmə. Toplamdan biri 7 vahid azaltsaq. Oldu burada A minus 7. Üstə gəlir. Digər toplamda necə bilmirəm. B plus x yazıram. Olsun x, fərqləməz. Bərabərdir. Deyir ki, cəm 12 vahid artsın. Cəm plus 12. Artıq cəm plus 12 olmağını istəyir məndən. İndi fikir verin. Burada A minus 7 üstə gələk B plus x bərabər cəm plus 12 deyil. Cəm plus 12. Mənə burada bax. Burada belə bir şey lazımdır mənə. Bu x var ha. Bu x görsənsən burada x. Əvvəl A plus B bərabər idi C-yə. Gəl A plus B-ni yerinə bərabər nə qoyaq? C-ni. Burada var axı, rənglə göstərim ki, bu biraz daha yazılır. Sizin A plus B-ni yerinə yazıram C-ni. C minus 7 plus x bərabər C plus 12. Hər tərəf C-ləri keçsəm digər tərəf bir-birindən gələcək. X bərabərdir. 7-ni digər tərəf keçsəm olacaq plus 12 plus 7 olacaq plus 19. Yəni
19 vahid artırmaq lazımdır. Belə də verir, amma digərindən də görmək olar. Keçirik şimdi növbəti suala. Növbəti sualımız gəlsin. 31. Azalan 23 vahid azaldıb, çıxılan 16 vahid artırsaq, fərq 60 olar. Azalan, çıxılan bərabərdir fərqə. Beləlikdən ümumiyyətlə. Azalan 23 vahid azaldıb. Minus 23. Çıxılan 16 vahid artırsaq, plus 16 artırsaq, fərq 60 olar deyir. Gəl belə deyək. Elə bir bərabərdə 60 olacaq. Burada fərq var. Azalan 23 vahid azatsaq, bu da azalanla olduğu kimi qalır. Çıxılanın tərsinə, çıxılan 16 vahid artıranda, burada olur minus 16. Minus 16, yəni çıxılanın dəyişikliyi. Çünki nəyə görə? Bunun qabağında minus var. Plus minus olanda minus olur. Minus 16 bərabərdir, mənə deyir ki, olacaq 60. Fərq olacaq 60. Fərq bərabərdir. Görək əvvəlcə 60 plus 23 keçdi bu dəfə. Plus 16. Cavab eləyəcək 99. Fərq əvvəlcə neçə imiş? 99 imiş. Keçək növbəti sualımıza. 32-ci sualımız. Şərtlə tanış olaq. Azalanın 23 vahid azaltdıq. Fərqin 6 vahid azalması üçün çıxılan necə dəyişmək lazımdır? Bəlkə soruşur. Azalan, çıxılan, fərq. Azalanın 23 vahid azaldırlar. Minus 23. Minus 23 azaltdılar. İndi mənə deyir ki, fərqin 6 vahid azalması üçün, minus 6 olması üçün də, fərqin 6 vahid azalması üçün çıxılan necə dəyişməlidir? Burada minus 23 var, gəlin mən bunun üstünə plus 17 gələm ki, minus 20 plusun bərabər olsun mənfi 6. Deməli, çıxılan plus 17 olmalıdır ki, nə olaraq? Nə olmalıdır? Plus 17 olmalıdır ki, indi burada gözəlliyə bax, görəcəksindir. Plus 17 nə deməkdir? 17 vahid artırmaq deməkdir, değil mi? Mən gələk bura minus 17 yazam ki, minus plus olsun da burada. Çünki, belə göstərim, bunu tam qarşılayacaqsan. Bizə lazımdır, deyil, o şey göstərəndə. Azalan 23 vahid azalırsa, bilirik ki, fərq də 23 vahid azalır. Çıxılan necə dəyişirlər, bilmirəm. Tutaq ki, plus x deyək və yaxud da fərqi yoxdur, əsas o plus x deyək. Plus x deyəmsə, burada olur minus x. Bərabərdir bizə deyir ki, fərq 6 vahid azalsın. Fərq əvvəlcə belə idi, olsun minus 6 olsun deyir. Fərqlərdən geçsin. Buradan olacaq minus 23, 6-ın keçirilən bu üzə plus 6 bərabər x-ın tərəf keçirilən oldu x-ə. X bərabərdir mənfi 17. Mənfi 17 olmaq o deməkdir ki, 17 vahid azalmaq deməkdir. 17 vahid azalmaq deməkdir. Çünki burada nə baş verirsə, burada olduğu kimi qalır. Minus 23 ise minus 23. Çıxılan tərsin plus x ise əvəzinə minus x yazmışam. İndi 30-cu suala baxırıq. Vuruqlardan birini 3 dəfə artırıb, digərini 15 dəfə azatsaq, hasil necə dəyişər deyə bir sualdır. Vuruqlarda elədir. A vura B bərabərdir C hasil. Vuruq hasil. Vuruqlarda bir 3 dəfə artıraq. Vuraq 3. Deməli, hasil də 3 dəfə artıracaq. Digər vuruq 15 dəfə azatsaq, deməli, hasil də olduğu kimi qalır. Vuruq 3-ə bölürlər 15. Elə bir 3-ə bölür 15-ə bölmüyor deməkdir ki, C bölə 5 qalır da. Bir ədədi 3-ə bölür 15-ə bölmək deməkdir. 3, 15, 1 böl 5, yəni 5 qalır. Məxrəcdə 5 qalmağı 5. Yəni 3 bölə 15, 5 dəfə azalmaq deməkdir. 5 dəfə azalar, yəni olacaq D bəndi. Keçək növbəti 34-cü sualımıza. 34. Bölünən, bu da belədir. Bölünən A bölək
B bərabərdir. Bölünən, bölən qismət. İndi bölünəni 2 dəfə artırmaq. Artırıb, vuraq 2. Böləni 10 dəfə artırsaq, böləni 10 dəfə artırsaq, vuraq 10. Qismət necə? Dəyişərli bir sualdır. Biz bilirik ki, birinci olduğu kimi, bölünənlə qismətdə olduğu kimi, vurama 2-dirsə, vuraq 2 olacaq, amma çıxmadakı kimi 2 dəyişəcək. Yəni, vuraq 10-dursa, olacaq bizdə bölək 10. Buradan olacaq 2-yə vuraq 10-a bölmək, elə 2 bölək 10, belə yazabilirik. 1 böl 5, yəni qalacaq şu böl 5 qalacaq. Şu böl 5 o deməkdir ki, 5 dəfə azalar deməkdir. Bu da olacaq D bəndi. Növbəti sualımız 35. Bunlar hazır qaydalar demişdik mən sorular üçün dərslərində. Belə bir qaydalar demişdik ki, toplama çıxma əməlində, toplamada belə idi. Böyüyün yanında kiçik, kiçiyin yanında böyük olurdu. 2 ədədin cəm verirsə, 3 ədədin cəm verirsə, böyüyün yanında kiçik, kiçiyin yanında böyük olur. Çıxmada isə böyüyün yanında böyük, kiçiyin yanında kiçik olur. İndi burada B-nin yanında məsələn heç nə yoxdursa, B-nin yanında plus 0 da yaza bilərəm məsələn. Heç onsuz yoxdur. Plus 0 demək demək. Birinci toplamalardan başlayaq. Bir ədədi artıraq və ya da bir ədədləri bəzilərini artırırlar, bəzilərini azaldıblar. Yadda saxlayırsınız ki, o ədədə artırırlar ki, o deməli kiçik imiş ki, onu artırırlar. Məsələn, 2 ilə 5-i bərabər, məsələn 2 ilə 10-u bərabərləşdirmək istəsəm, məcburən mən 2-nin üstünə neyim? 8 gəlim ki, böyüyə bərabər olsun. Və ya, bax, kiçiyi artırmaq lazımdır ki, gəlsin. Və ya, 10-dan 8 çıxmalıyam ki, böyüyə bərabər. Yəni, böyüyü azaltmaq və ya kiçiyi çoxaltmaq. Deməli, yadda saxlayırsınız ki, bərabərləşdirmək üçün, bərabərliyin olması üçün, bizdə də bərabərliyə baxaq, olması üçün. Deməli, kiçiyi çoxaldırlar, böyüyü azaldırlar. Yəni, əgər A-nı daha çoxaldırlarsa, deməli, əvvəldə balacaymış. İndi mənə deyir, artan sırayla yazın. Kiçiklərlə. Kiçiklər toplama olanlardır. Altına xətəcəm, amma toplama olanlar, bax, B-nin yanında yazmışam bunu. Bunun yalnız minus 0 yaza bilərəm, heç nə dəyişməyəcək, eyni şey olacaqdır. İndi A plus 2345, B plus 0, Y plus 2. A, B, Y-ni müqayisə etmək istəyirəm. Belə bir şey demişdik ki, toplamda. Böyüyün yanında kiçik. Ən böyük 2345-dir. Deməli, onun yanındakı toplam olacaq ən kiçik. A oldu kiçik, ən kiçik. Sonra B plus 0, sonra gəlir ikinci 2, Y, sonra gəldi B. İndi keçək çıxmalara. Çıxma C minus 123, D minus 4556. Belə bir şey demişdik ki, çıxmada böyüyün yanında böyük olur, bərabərliyin ödənməsi üçün, kiçiyin yanında kiçik olur. Deməli, burada o zaman böyük 4556 ən böyükdür, D olacaq ən böyük. O zaman C olacaq burada. Ya belə bir şey olacaq. Deməli, necə oldu? Artan sırayla yazın A, Y, B, C, D, yəni olacaq elə A bəndimiz. Növbəti sual 36. Vurmada da eyni prinsip. Əgər vurublarsa, çoxaltmaq. Vurma nədir? Çoxaldırlar da. Məsələn, 5-ə vurma çoxaltma deməkdir. Və yaxud 5-ə vururlarsa, bunu çoxaldırlar. Düzdürmü? Bəli. Və ya da bir ədədə 10-a bölüblərsə, mən bunu azaldırlar. A-nı vurublarsa, mən A balacaymış ki, vurub artırmaq istəyirlər də. İndi mənə deyir, bunu azalan sıra yazın. Azalan sıra böyükdən kiçiyədir. Vurmalar var, bir də bölmələr var. Bunun yanında heç yoxdur. Mən bunun yanında məsələn bölək 1 və ya vuraq 1 yaza bilərəm, heç bir fərqi yoxdur yaza bilərsən. Böyüklər hansılardır? Bölmə olanlar böyüklər. Buradan başlayacağım. Bölmədə çıxmalı olduğu kimidir. Böyüyün yanında böyükdür. Ən böyük B bölü 234 deyildi. Ən böyük olacaq B. Mən B-dən başlayıram bazaldıra. B getdi, bunu yazılır. Sonra D bölü 1, Y bölü 1, 2 daha böyük olduğu üçün Y, sonra D. İndi keçək vurmaya. Vurmada biri A vuraq 345, C vuraq 23'dür. Hansı böyükdür bunun? Müəllim, vurmada belə idi. Toplamadakı böyüyün yanında kiçiyindi. Deməli, belə çıxır ki, 345 böyük olursa, yanındakı olacaq ən kiçik. Ən balaca bu olacaq. Olacaq C. B, Y, D, C, A. Yəni B bəndi olacaq. 36 oldu B bəndi. Keçək 37-ci suala. Sualın şərtinə deyir ki, 2 ədədin fərqi 70'dir. 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 2 ədədin f
Bax, gəlin bunu səhv o belə bir şey düzün. İki əldə fərqinin 70 olmaq o deməkdir ki, biri digərindən 70 vahid böyükdür. Məsələn, 73-dən 73. Həqiqətən də iki əldə fərqinə bax. Biri digərindən nə qədər böyük olmalıdır? 70 vahid böyük olmalıdır ki, fərqi 70 versin də bunun. İndi iki ədədin fərqinin 70 olmağı o deməkdir ki, biri digərindən 70 vahid böyük. Yəni biri x-dır. Biri x plus 70'dir. Bu məlumatı verib bizə. Yəni birinci ədəd bu olsun, ikinci ədəd bu olsun. Həqiqətən də çıxanda x-lar 70. Fərqin 70 olmağı birinin digərindən fərqdir. Yəni aramızdakı fərq 70'dir. Yəni birimiz digərimizdən 70 böyük deməkdir bu. İndi deməli böyük olan azalandır, digəri çıxılanır. Azalanı 13 vahid, çıxılanı 5 vahid artırsaq. Bunu 5 vahid artırsam olacaq bu. X plus 75. Çıxılanı azalanı 13 vahid deyirdi. Üzülürsən. Plus elə bir 13 olacaq. X plus 83. X plus ne oldu burada? 83 oldu. Azalanı 13 vahid, çıxılanı 5 vahid artırsaq. Çıxılanı da 5 vahid artırdın, oldu x plus 5. Artıq belə oldu. X plus 83, x plus 5. Bir azalan. Həmin bu var azalan. Çıxılandan 7 dəfə böyük olar. Yəni azalan böyük olacaq. X plus 5'dən 7 dəfə böyük olacaq. İndi yəni çıxılandan 7'yə bulayım. X plus 83 bərabərdir 7x plus 35. 7x'in x çıxanda 6x bərabərdir. Belə göstərmiş lap aynı olsun da. X'lar keçirilirsə bir tərəfə. 7x çıxa x bərabərdir. 35 ilə 83'ün yanına 83 minus 35. 6x bərabərdir 48, x bərabərdir 8. İndi mən nə deyim? Azalanın ilkin qiymətini tapın deyim. Azalan budur. Bax. Azalan x plus yazmışdır burada. Azalan buydu. Çıxılanda burada. X plus 70. X'in yerine bak tapışan 8'i olacaq belə. 8 plus 70 bərabərdir 78. Cavabımız olacaq 78. Yəni B bəndi. Keçirik indi növbəti 38-ci sualımıza. Görək sualda nə deyir? Sualın şərti belə. 2 ədədin cəmi 80'dir. Artıq bu səfər 2 ədədin cəmi 80 olmalı deməkdir ki, məsələn 2 ədədin cəmi, bax bu hissəni çox fikir verin ki, bu bizə çox lazım olmalıdır. Məsələn 2 ədədin cəmi 80 olsa, biri 10 olanda digər neçə olur? Mənim digəri 80'dan 10 çıxıram 70. Çünki cəmlər 80 olsun. Bəs biri 20 olsa, mənim digəri 60 olmalıdır. Bu 60'ı necə tapdım? Bu 60 belə tapdım mənim 80'dən 20'nin çıxanda 60 eləyik. Bəs biri x olsa, digər nə olacaq? Mənim 80 çıxıb x olacaq. Necə ki burada bax, biri 10'dursa, digərini tapmaq üçün 80'dan 10 çıxıb yazıram 70. Biri 20'dirsə, 80'dan 20 çıxanda 60. Biri x-dırsa, 80'den çıxıb 80 minus x. 2 ədədim var. Deməli, toplamlardan biri olsun. 80, birincisi olsun məsələn. Fərq yoxdur, hansını yazıram birinci için. İlk 80 minus x. İkinci yazıram x-dır. Verin bunlar. Birinci dəyişək. Baxın, birinci toplamını 14 vahid artırıb. Plus 14. İkinci toplamını 3 vahid azaltsaq. Minus 3. Birinci toplamın ikinci toplamın 6 dəfə böyük olacaq. Burada oldu 94 minus x. Burada oldu x minus 3. Birinci toplanan 94 minus x. Deyir ki, ikinci toplanan x minus 3'dən 6 dəfə böyük olacaq. Birinci toplanan böyük olduğu üçün balacanı vurmalısan ki, böyüyə bərabər olsun. Düzdürmü? Yəni bərabərləşdirmək üçün, məsələn 2 ilə bərabərləşdirmək üçün balacanı vurmalısan ki, böyüyə bərabər olsun. 94 minus x bərabərdir. 6'ını vuranda olacaq. 6x minus 18. İndi buradan 94 plus 18 minus keçidi bərabərdir. 6x minus keçidi olacaq. Plus x-a 110
2 bərabər 7x-a x da bərabərdir 16-ya. 112-yi 7-yə bölündürəcək 16. Mənə deyir ki, ikinci toplanan tapın. İkinci toplanan nə idi? X idi da. X nə oldu? 16, yəni C rəmdir. Sizə növbəti suala. 3 qutuda cəmi 83 uşaq var. Bunu belə yazın. 1, 2, 3. 83 uşaq var. Birinci qutuda ikimizdən 13 vahidi az. Üçüncüdən 3 dəfə çox uşaq var. Birincidən, üçüncüdən 3 dəfə çox uşaq var. Adətən ikinci cümlədən başlayanda daha rahat olur. Bax, ikinci hissədən. İkincidən 13 vahid az deyil. Bunu yazsın, çətin olacaq sizə. Üçüncüdən 3 dəfə çoxdur. Rahat olduğu x, 3x-də, yəni birincidə, üçüncüdən 3 dəfə çox eləyir. İndi qaydını təsəvvür edin. Birinci qutuda ikincidən 13 vahid azdır. İndi fikir versəz burada. İkincidən birinci ikincidən azdır deyir. Birinci ikincidən azdır demək 13 var. İkincinin ikinci var ha. Birincidən 13 vahid çoxdur deməkdir də. Məsələn, deyək, sən məndən 5 yaş balacasan demək, mənim səndən 5 yaş böyük olmağımı göstərir. Birincinin az olmağı ikincidən, ikincinin birincidən çox olmağı deməkdir. İndi bunların cəmlərini verir şərtdə bizə. Bunların cəmlərini verir 83-dür. 3x, 3x, x. 3x'in üstünə 3x, 6x üstünə x, 7x, üstə gələk 13 bərabərdir 83-ə, 7x 70-ə, x bərabərdir 10-a. X nə oldu? 10. Birinci qutuda neçə şam var? Birinci qutuda 3x daxı. 3 bıraq 10, cavab eləyəcək 30. Yəni B bəndir. Keçək 40-cı və nəhayət son sualımıza. Bayaqlar buna uyğun bir şey izah edin. Sualın şərtinə 2-5. Sualın şərtinə deyir ki, ata ilə oğlan yaşları cəmi 50-dir. Yuxarıda yazılan 50. Ata, oğul bilmirəmsin. Biri x olanda, digəri olacaq 50 çıxar x. Müəllim, niyə belə olur? Elə bir məsələn, bir tutlaşıb 5 hissədir, digərini 45 olmayacaq. Cəm 50-dirsə, 50-dən 5 çıxanda qalır 45. Şimdi 50-dən x çıxanda qalır 50 minus x. Ata budur, oğul budur. Ata, belə yazılır, oğul. Zaten belə yazanda daha rahat olur. İkin belə tərsən də yazsaq fərqi yoxdur. Mənim hansı x, onun da fərqi yoxdur, eyni cavab alınır. Atanın yaşını deyir, bax, atanın yaşını oğlun yaşına böldükdə, yəni atanın yaşı bölək, oğlun yaşına böldükdə, natamam qismətdə 5, qalıqda oğlunun yaşından 4 dəfə kiçik ədəd alınır deyir. Oğlunun yaşından 4 dəfə kiçik ədəd alınır. Əslində biz bunu belə də yaza bilərik. Bax, oğlun yaşından 4 dəfə kiçik ədəd alınır. Oğlundan 4 dəfə kiçik. Amma işimizə rahat olmaq üçün bunu belə də yaza bilərəm. Baxın. Bu sıraya. Görəsiz, necə rahat olacaq. Belə heç bir problem yox, rahat düz alın. Sadəcə kəsir versə, deyəsən mən kəsir keçməmişəm və ya çətin gəlir mənə. Oğlun 4x yazaq. Niyə imeni 4x? 4-ə bölünən bir ədəd olsun da. Ata o zaman 50'den mesela buraya ne koygamsa 50'den bunu çıkmalıdır. Mesela 5 koysam 5, 7 koysam 7 çıkmadı. Böyle ata, indi belə yazaq. Yenə də ki, atanın yaşını oğlunun yaşına böldükdə, atanın oğlunun yaşına böldükdə, natamam qismətdə 5, qalıqda isə oğlunun yaşına 4 dəfə kiçik. 4x daha 4 dəfə kiçik olacaq x. İndi ata 50 minus 4x bərabər. 4x vuraq 5, natamam qisməti bölənə vuraq, üzərinə yarıyı qalığa. Burada olur 50 minus 4x bərabər. 5'i 4 oranı 20, üstünə 1 oldu 21x. 4'ü keçirəcəm bu tərəfə olacaq. 50 bərabərdir 21x plus 4x. 25x bərabər 50. X bərabərdir 2. Ata neçə yaşındadır? X 2 deyil. 2'ni qoysam, oğul olacaq 8, ata olacaq 50 minus 4 vuraq 2. Yəni 50 minus 8 cavab olacaq 42. Yəni C bəndi. Belə, sınaq biraz keyfiyyatlı sınaqdır. Çətin suallarda kifayət qədər var. İnşallah yavaş-yavaş işlədikcə
Bunların hamısını öyrənmiş olacaqsınız. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşənədək. Hər vaxtınız xeyir olsun. Mən İsayeva Röya. Sizin üçün Azərbaycan dili suallarının izahını vermək istəyirəm. Hansı sözdə ü hərfi yazılmalıdır? Yazılışında ü olmalıdır. Baxaq onda yazılışa. Deməli, müdir i ilə yazılır. Bünövrə ü ilə yazılır. Firuzə idir, büllur üdür, füsünkar üdür. Məsələn, biz belə deyirik. Firuzə qız incədir. İ, incə. Və bunu belə yadımızda saxlayaq. Amma Füzuli oğlan adı olanda Füzuli üdür. Bunu rahat yadımızda saxlamaq üçün indi bu əlavə kimi dedim. Deməli, ü yazılır. Bünövrə, büllur, füsünkar. 2, 4, 5. Bünövrə, büllur və füsünkar. Keçdik növbətiyə. Vurğuya görə leksik məna dəyişir, amma qrammatik məna dəyişmir. Yəni, nitq hissəsi dəyişmir. Biz bilirik ki, elektrik sözü iklə bitən sözlər içində istisnadır ki, onun vurğu ikdən əvvələ də düşəndə, ikin üzərinə də düşəndə hər iki tayı isim olaraq qalır. Amma digər ik birləşməsi olanlar sifət olanda vurğu sona düşür. Məsələn, akademik görünüş, necə görünüş? Sifət olanda sona düşür, amma akademik gəlir. İsim olanda ikdən əvvələ düşür. Güzəştli təhsil. Güzəştli təhsil sözü 3-cü testimizə baxırıq. Deməli, 2-də cavabımız nə oldu? C bəndi, 3-ə keçirik. Güzəştli təhsildə uyğun olmayan axtarıq. Kö səsinin cingitlə qarşılığı işlənibdir. Bəli, işlənibdir kö. Deməli, bu doğrudur. Burada doğru yazıb. Deməli, doğru. Vicdan sözünün tələffüzündə olan bir samitin cingitli qarşılığı verilib. Elə vicdan sözündəki samitlər hamısı cingitlidirsə, onların necə cingitli qarşılığı verilə bilər? Deməli, bu yanlışdır, amma doğru yazıb. Deməli, səhv yazıb. Deməli, bizdən də uyğun olmayan variant deyirsə, cavabımız B-dir. Görək o birlər niyə olmaz? Müxtəlif saitlərin bir neçə məqamda oxşarlığı var. Bəli, ə-i. Hər ikisi, məsələn, incə qrupunda adalar, eyni oxşardılar, yəni ortaq odur ki, və hər ikisi dudaqlanmayan saitdir. Deməli, bu doğrudur. Burada doğru yazıb. Kar cingitli cütlük var. Xeyr, yoxdur. Heç bir cütlük yoxdur. Deməli, bu yanlışdır. Burada yanlış yazıb. Qarşılığı olmayan samit yoxdur. Yoxdur da. Qarşılığı olmayan samit l, m, n, r, h-dır. O da yoxdur. Burada. Deməli, bu da doğru. Kök, sıx sözünün fərqli mənası düşünürlər. Mən bunu sıx və duz haqqında demişəm ki, əgər ona qoşulan şəkilci 4 variantlıdırsa, şəkilci, yəni ı-ü-dürsə, deməli onun kökünü nə götürürük? Feil. Yox, ona qoşulan şəkilci 2 variantlıdırsa, yəni a-ə varsa, deməli şəkilci 2 variantlıdırsa, ona kökünü nə götürürəm? Sifət. Lıq istisnaidir. Baxın, sıx ıcı, ı-i-u-yu 4 cür yazılır. Deməli, bunun kökü nədir? Feil. Sıx ıntı 4 cür yazılır. Deməli, kökü nədir? Feil. Sıx ılmaq 4 cür yazılır. Kökü nədir? Feil. Iş 4 cür yazılır. Kökü nədir? Feil. Amma laş 2 cür yazılır. 2 cür yazılırsa kökü sifətdir. Rahat bir qayda. Sonra keçdik bura. Antonim varsa 100% hər zaman bu cümlə haqqında nə demək olar? Biz bilirik ki, antonim, sinonim və çox mənalar nə olur? Yalnız eyni nitq hissəsinə aid olur. Yalnız eyni nitq hissəsi. Deməli, əgər sözdə antonim varsa, məsələn, kök və arıq varsa, qoca ilə cavan varsa, 100% eyni nitq hissəsinə aid olan ən az 2 söz var. Çünki onun antonimi də orada daxı eyni nitq hissəsinə aid olmalıdır. Frazoloji birləşmə olduğunu dəqiq demək olmur. Gəlin baxaq. Can verməyin heç həqiqi mənası yoxdur. Bunu həqiqi mənada işlətmək olmur. Yalnız frazoloji kimi düşünə bilərəm. Yaxşılığı başa vurursa, bu götürüb qələmi, dəftəri, daşı, kitabı başa vurmur. Bunu yalnız frazoloji kimi düşünə bilərəm. Sonra, soyuqdan burnun ucu həqiqi mənada görünür. Amma əgər burnun ucu kimdənsə darıxdığına görə göynəsəydi, o frazoloji ola bilərdi. Bu birisində frazoloji görmürəm, ziyarət etmək keçdik bu birisində C bəndinə, cavabımıza. Məktəbdə olanlara görə günün sonunda başı çox ağrıyacaqdır. Baxın, başı ağrımaq nədir? Başı ağrımaq biri var ki, başını bilmədən vurub divara məktəbdə. Ya da yoldaşı ilə getdiyi yerdə bir-birinə baş-başa vurublar, bilmədən də başı bir-birinə dəyib. Olub həqiqi məna, başı ağrıyacaq gün ərzində.
Amma bir də var ki, məktəbdə nəsə səhv hərəkət eləyib, müəllim valideynə şikayət eləyir və buna görə də onun başı ağrıyacaq da problem, çətinlik işə düşürüb. Deməli, bu da oldu nə? Frazeoloji birləşmə. Baş ağrımaq məcazi məndadır da. C bəndi. Altından xətt çəkilmiş isə, burada altından xətt çəkilməyib deyə mən bunun bütün sualları sizə izah eləmək istəyirəm. Xətt düşməyibdir. Ona görə, amma bunu elə izah eləyəcəm ki, narahat olmayın. Bu tipli testlər sizin üçün rahat olsun. Baxın, quruluşa, bax həmişə bunu yadda saxlayaq ki, quruluşa təsir edən şəkilçi deyəndə, şəkilçi bərabərdir ilk qoşulan şəkilçi. Vəssalam. Deməli, nədir? İlk qoşulan şəkilçi. Deməli, quruluşa təsir edən şəkilçi deyəndə nə nəzərdə tutulur? İlk qoşulan, özdə leksik şəkilçi, ha. Sözə ilk qoşulan leksik şəkilçi. Bax, bunu unutmayın. Leksik şəkilçi. Deməli, bir də deyirəm. Əgər sözün sizə düşsə ki testdə, harda sözün quruluşunu dəyişən şəkilçi var? Sözə ilk qoşulan leksik şəkilçi yalnız onun quruluşunu dəyişir. Yalnız, baxın, düy sözü sadədir. Düyün sözü onu elədir düzəltmə. Ta ondan sonra nə olsun ki, bura lə də leksikdir. Onsuz da yenə düzəltmək də, lə onun quruluşunu neynədir ki, dəyişmədir ki. Deməli, quruluşu dəyişən ilk şəkilçidir. İlk leksik şəkilçi, bunu unutmayaq. Onsuz da qrammatik quruluş dəyişə bilmir. Çilingər sözün köküdür. Lik onun neyniyib? Quruluşunu dəyişib, sadəni düzəltməyə çevirib. Əyləmək sözün köküdür. C neyniyib? Onun sadəni düzəltməyə çevirib. Qaldır sözün köküdür. Il sadəni düzəltməyə çevirib. Dil sözün köküdür. Dildən dilə yaranıb. Sadəni düzəltməyə çevirib. Amma ondan sonraki leksiklər onsuz da düzəltmə olan sözün quruluşunu dəyişə bilmirlər. Qrammatiklər isə ümumiyyətlə dəyişə bilmir. Ümumiyyətlə qrammatik quruluş dəyişə bilmir. Deməli, bir də təkrar edirik. Quruluşa təsir edən şəkilçi deyəndə ilk qoşulan leksik şəkilçini. Bax, bunu qeyd eləsəz yaxşı olar. Bu çox lazımlı məlumatdır. Sözə quruluşu dəyişən şəkilçi bərabərdir ilk qoşulan leksik şəkilçi. İlk leksik şəkilçi. Deməli, quruluşa təsir edən şəkilçi deyəndə nə edirik? İlk leksik şəkilçini düşünürük. Yəni, mən elə biləm bu sualı tam altından xətt çəkilməsə də, elə biləm bu sualda bir çox məqamları öyrəndiniz. Mən elə biləm çətinliyiniz qalmaz bu mövzuda. Qaraldılmışdır sözündə. Leksik şəkilçinin digərindən fərqi nədir? Deyir, l qayıdış növdür. Biz də bilirik ki, sözün kökü qara sifətidir. L sifətdən feil düzəldib, t feildən feil düzəldib, il yenə feildən feil düzəldib. Mışdır qrammatik şəkilçilərdir. Biz də bilirik ki, feilin məlum növündən başqa heç bir növü feil olmayan sözdən yarana bilməz. Qaraldılmışdır sözü qara sifətindən yarandığı üçün qayıdış növ ola bilməz. Ona görə bu fikir səhv fikirdir. T feildən feil düzəltdiyinə görə, onsuz da feildən feil düzəltdiyinə görə niyə fərqlənsin ki, il da feildən feil düzəldir də. Deməli, digərlərindən bu fərqlənə bilməz. Il feildən feil düzəltdiyinə görə yenə deyirəm. Il da feildən feil düzəldir, t da feildən feil düzəldir. Yəni, fərqli deyil onlar bir-birindən. Il adlardan feil düzəltmir. Ümumiyyətlə, il şəkilçi, 4 cür yazılan şəkilçi adlara qoşulmur. Feilə qoşulur, feilə. Deməli, bu fikir də səhv fikirdir. Amma allı şəkilçisi, allı. 2 cür yazılan şəkilçilər adlardan düzəldir. Bəli, deməli, o birləri feildən, al şəkilçisi adlardan feil düzəldir. Daşlaşmaq haqqında. Bunlar, mən belə ilk baxışda baxıram ki, hansı məntiqi, görün bunları ortaq nədir ki, hansı məntiqi bunlara uyğunlaşdıra bilərəm? Baxın, daşlaşmaq və sulanmağı məsələn, o dəqiqə yadıma nə düşür? Bunların hər ikisi tərkibinə görə 2 cür təhlil oluna bilər. Necə? Sement daşlaşanda laşı bütöv götürürük. Amma uşaqlar bir-birini daşlayanda, uşaqlar daşlaşanda daşlamaq, la bir, şı bir götürülür. Yenə, kabab yetişib sulananda, meyvə sulananda, göz sulananda lanı bütöv götürürük. Amma bağça sulananda lanı bir, nını bir ayırırıq. Sulamaq sözü var da dilimizdə. 2 cür tərkibə görə təhlil olunan, deməli burada nə axtarmalıyam? 2 cür təhlil. Özü nəyə görə? Tərkibə görə.
Tərkibə görə iki cür təhlil. Baxaq görək indi. Rastlaşmaqda yalnız bütövlaş götürülür, məktublaş yalnız bütöv götürülür. Yəni bunların tərkibi yalnız bir cür təhlil edilə bilər. Alaq sözünün tərkibi çox maraqlıdır ki, üç cür təhlil edilə bilər. Necə üç cür? Məsələn, alaq ot mənasında sadədir. Amma arzu şəklində kaş al-aq, al sözün kökü a, arzu, q, xəbərlik. Arzuda deməli necə götürüldü? Arzuda iki qrammatik şəkilçi. Al sözün kökü a, arzunun şəkilçi, q, xəbərlik. Bir də əmr eləyirsən. Əmr şəklində isə al sözün köküdür, aq, xəbərlik. Yəni alaq sözü neçə cür düşünüldü? Üç cür. Bir kökdən ibarət olur və yaxud da kök və bir qrammatikdən və yaxud da kök iki qrammatikdən ibarət oldu. Deməli, bir kökdən o zaman oldu ki, alaq ot mənasında. Bir qrammatik bir kökdən ibarət oldu ki, əmr şəklində al, aq. Arzu oldu ki, al, kaş ala, arzu, qıda şəxs sonluğu. Deməli, bu üç cür düşündüyünə görə variantımıza uyğun deyil. Bilək də elədir. İnsanın biləyi sadədir. Amma kaş biz də bunu bilək, kaş bilək. Arzu eləyirəm. Bax, bu yuxarıdakı alaq sözü kimi. Bil, arzu, ki şəxs. Bir də deyirsən, qoy bilək də, qoy işimizi bilək. Əmr eləyirsən. Bil, də şəxs sonluğu birbaşa. Deməli, bu da üç cür düşünülür. Bu da üç cür, bu da. Bunlar ola bilmədi. Yetişmək sözünü amma iki cür düşünə bilərəm. Niyə? Harasa özümü yetirirəm, yetişirəmsə işi leksik götürürəm. Yox, meyvə yetişirsə, yetişmək bütöv söz köküdür. Yəni bu iki cür düşünülə bilər. Variantlara uyğun gəlir ki, iki cür təhlil oluna bilsin. 10-cu, 3 dənə leksik şəkilçi olsun. 3 dənə. 3 leksik şəkilçi istəyir bizdən. Gəlin baxaq. Qucaqlaşmaq sözünün kökü quc, qucdan qucaq yaranır, qucaqlamaq, qucaqlaşmaq. 3 leksik oldu. Dön, döndən döngə yaranır, dəki həmişə bütöv götürülür. Az, azdan azalmaq, azaldan azaltmaq. Irdı, bunlar ayrılır. Na, ön şəkilçi leksik, təmiz sözün kökü, lik leksik. Soyu sözün kökü, soyuq, soyuqla, soyuqlamaq. A, ön şəkilçi, norma, norma sözün kökü, l leksik, lık leksik. Deməli, 3 dənə leksik şəkilçini harda gördük biz? Gördük qucaqlaşmaqda və anormallıqda. 1-dən 5-də. Digərləri olmadı. Niyə? Azal, altı. Burada 2 dənə oldu. Azaldırdıq. Nə edirdik? Demişəm, sualda olan şəkilçi qrammatikdir. Qucaqlaşmaq, nə etmək? Bax, bir dənə mək sualda var, qrammatikdir. Döngədəki hansı? Görürsünüz, sualda heç nə yoxdur. Anormallıq nə? Sualda heç nə yoxdur. Yəni, sualda yoxdursa, qrammatik yoxdur burada. Natəmizlik nə? Soyuqlamaq, nə etmək? Mək qrammatikdir, əvvəllər leksikdir. Azaldırdıq. Nə edirdik? Deməli, ır qrammatik, di, k. Irdı, k. Bunlar qrammatikdir. Deməli, 3 leksik istədiyinə görə 1 və 5-ci cavabı götürə bilərik. 1-5. 1-5 yadımızda bunu saxlayaq. Sonra keçdik 11-ci testə. Səkkaki bu hadisədən sonra başa düşür ki, elm əhlinin ehtiramı onun ehtiramından daha çoxdur. Deməli, bu Səkkaki nəyi anladı? Anladı ki, elm adamlarının hörməti onun hörmətindən çoxdur. Elm adamlarının hörməti onun hörmətindən çoxdur. Sonra və o da elm əhlindən olmaq qərarına gəlir. 30 yaşlı Səkkaki elm mərkəzlərindən birinə gəlir. İndiyə kimi heç bir zaman elmi fəaliyyətlə məşğul olmayan Səkkakiyə bu yaşında elm öyrənmək çox çətin gəlir. Səkkaki zehin və istedad cəhətindən zəif idi. Təhsildə hamıdan geri qalırdı. Zehin zəifliyinə görə çox vaxt elmi mətləbləri baş ayaq deyir. Bu da yoldaşların ona tez-tez rişxənd etməsinə səbəb olurdu. Rişxənd nədir? Rişxənd ələ salma, lağ etmə, istehza etmə, kinayə etmə, alçaldıcı tərzdə ələ salma kimisə. Bu cür düz 10 il davam etdi. 10 illik təhsili heç bir nəticə verməmişdi. Deyir indi, bax bu rişxənd sözünü nə ilə əvəz eləyək? İndicə onun sinonimlərini dedim. Deməli, nə edirdilər ona? Lağ edirdilər. D bəndi. Yoldaşların tez-tez Səkkakiyə tən etməsi nə ilə bağlı idi? Nə ilə bağlı idi, gəlin görək. Bax, orada yazırdı ki,
Bu da yolda zehin zəifliyinə görə elmi mətləbləri baş ayaq deyirdi. Bu da o yoldaşların ona rişxənd etməsinə səbəb olurdu. Deməli niyə? Öyrəndiklərini qüsurlu deyirdi, baş ayaq. A bəndi. 13-cü suala keçirik. Dil 3 hərfdən ibarət olan sözdür. Birinci hərf mənəviyyat adlı daxili körpüdür, dünyadır. İkinci hərf içimizdən xaricindəki dünya. Üçüncü hərf isə bu iki dünya arasında olan körpüdür. Dil haqqında görkəmli Rus yazıçısı Konstantin Uşinski demişdir. Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənasında işlənməyib? Bunun arxası da olmalıdır, amma dilini alsan məhv olar deyir. Deməli, mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənasında işlənməyibdir? Gəlin baxaq. Deməli, bu iki dünya arasında körpüdür. Buradakı körpü mənəvi körpüdən gedir söhbət. Nədən? Mənəvi körpü. Yəni məcazi mənada. Yəni əlaqə mənasında gedir, bağlantı mənasında gedir. Amma indi deyir, o mənada işlənməsin. Görək indi. Deyir, insanlar arasında körpüdür, əlaqədir, bağdır, yəni bağ mənasına. Bağ. Mənəvi bağlar məsələn. Ürəkdən ürəyə körpü var. Dostluq körpüsü salındı iki xalq arasında. Şəhərdə yeni körpü tikilir. Artıq bu tikilən körpüdür. Əməlli başlı körpü tikilir. D bəndi. Yəni bu həqiqidir. Qalanlarında o körpülər bağ mənasındadır. Deməli, iki dövlət arasında körpülər, bunlar hamısı məcazi mənadadır. Körpüləri yandırmaq var, belə bir deyim var, yəqin ki bilirsiniz. Körpüləri yandırmaq, gəmiləri yandırmaq. Yəni geriyə dönüş olmur. Bax bu yandı aramızda olan körpülər. Yəni bir növ o gəmi yandırma, körpü yandırma, bu əlaqəni məhv etmə kimi anlamına gəlir dilimizdə bu söz. Əlaqələri kəsmə yəni. 14-cü suala baxırıq. 13 idi də baxdığımız. İndi 14. Dünyanın elə bir yeri yoxdur ki, Jules Verne'in qəhrəmanları oraya gedib çıxmasınlar. Onun romanları 5 həftə hava şarında, Kapitan Grant'ın uşaqları, 80 günlük dünya səyahəti, Sirli ada, 80 bin kilometr su altı ilə, yerin mərkəzinə səyahət, 15 yaşlı kapitan və s. Qeyri-adi macəralarla zəngindir. Jules Verne elmi böyük ehtirasla sevən, xəyalpərvər bir adam idi. Onun doğulduğu Han şəhərinə müxtəlif ölkələrdən gəmilər gəlirdi. Kiçik yaşlı Jules bu gəmilərə baxar və sirli adalar, qeyri-adi macəralar haqqında xəyala dalardı. Onun atası qəti qərar almışdı ki, oğlu vəkil olsun. Odur ki, onu Parisə, universitetə göndərmişdi. Lakin Jules Verne öz arzularından əl çəkmədi. O fantast yazıcı oldu. Maraqlıdır ki, elm aləmindəki böyük kəşflər, sualtı qayıq, təyyarə, vertolyot, aerostat, radio, televiziya, kino, elektrik mühərrikləri daha əvvəllər Jules Verne romanında təsvir edilmişdi. Məşhur yazıcı hələ o vaxtlar kosmik uçuşlar, okean sirləri, insan orqanlarının köçürülməsindən yazırdı. Onun fantaziyası elmi axtarışları qabaqlayır, onları istiqamətləndirirdi. Hətta Tsiolkovski deyirdi ki, kosmik uçuşlar haqqında fikri o Jules Verne'dən almışdır. Təsadüfi deyil ki, aydakı yerin peykindəki kraterlərdən birinə Jules Verne'in adı verilmişdir. Yazıcının əsas personajları cəsur, ağıllı, nəcib insanlardır. Bir çox qəhrəmanlar fədakir alim olmaqla yanaşı, zülm və əsarət əleyhinə mübarizlərdir. Bugün də oxucular böyük həvəslə cəsur Qatteraz, Şən Michel Ardan, huşsuz Paganel, Kapitan Nemo, Verne'in qəhrəmanları ilə həyəcanlı anlar yaşayırlar. Verne'in Claudius Bombarnak əsərində Azərbaycan torpaqları Gəncə, Bakı, Xəzər dənizi haqqında danışılır. Məşhur yazıçının əsərləri ölkəmizdə dəfələrlə nəşr olunmuş və həmişə oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tünd qara hərflə verilmiş, bax o personaj sözündən gedir söhbət, hansı sözlə əvəz etmək olmaz? Gəlin baxaq. Personaj surət deməkdir, obraz deməkdir, tiplər deməkdir, qəhrəmanlar deməkdir. Amma epizod başqa şeydir. Epizod nədir? Epizod əsərdən müəyyən bir hissə, müəyyən bir parçadır.
əsərdə müəyyən bir hissədir. Amma personaj əsərdəki sürətlərdir, obrazlar aləmidir. Sən saydığını say, gör fələk nə sayır? 15-ci suala baxırıq. Deməli, sən saydığını say, gör fələk nə sayır? Gör fələk nə sayır? Deyir, bu 15-ci sualda neçənci abzasa, məzmunun neçənci abzasına uyğun gəldiyini araşdırmalıyıq. 15-ci sualda. İndi biz bu məzmunu oxumalıyıq. Görək, hansı abzasda bax bu atalar sözü reallaşır? Hansı abzasda? Gəlin oxuyaq, başlayaq. Dünyanın elə bir yeri yoxdur ki, Jules Verne'in qəhrəmanları ora gedib çıxmasınlar. Onun romanları 5 həftə başarında, Kapitan Grant'ın uşaqları 80 günlük dünya səyahəti, Sirlada 80.000 kilometr su altı ilə yerin mərkəzinə səyahət, 15 yaşlı kapitan və s. Qeyri-adi macəralarla zəngindir. Jules Verne elmi böyük ehtirasla sevən, xəyalpərvər bir adam idi. Onun doğulduğu Han şəhərinə müxtəlif ölkələrdən gəmilər gəlirdi. Kiçik yaşlı Jules bu gəmilərə baxar, sirli adalar, qeyri-adi macəralar haqqında xəyala dalardı. Onun atası qəti qərar almışdı ki, oğlu vəkil olsun. Odur ki, onu Parisə, universitetə göndərmişdi. Lakin Jules Verne öz arzularından əl çəkmədi. O fantast yazıcı oldu. Maraqlıdır ki, elmi aləmindəki böyük kəşflər, sualtı qayıq, təyyarə, vertolyot, aerostat, radio, televiziya, kino, elektrik mühərrikləri daha əvvəllər Jules Verne'in romanlarında təsvir edilmişdir. Məşhur yazıcı hələ o vaxtlar kosmik uçuşlar, okean sirləri, insan orqanlarının köçürülməsindən danışırdı, yazırdı. Onun fantaziyası elmi axtarışları qabaqlayır, onları istiqamətləndirirdi. Hətta Tsiolkovski deyirdi ki, kosmik uçuşlar haqqında fikri Jules Verne'dən götürmüşdür. Təsadüfi deyil ki, aydakı, yerin peykindəki kraterlərdən birinə Verne'in adı verilmişdir. Yazıçının əsas personajları cəsur, ağıllı, nəcib mübarizlərdir. Bugün də oxucular böyük həvəslə cəsur Qatteras, Şən Mişelardan, huşsuz Paganel, Kapitan Nemo, Verne'in qəhrəmanları ilə həyəcanlı anlar yaşayırlar. Verne'in Claudius Bombarnak əsərində Azərbaycan torpaqları, Gəncə, Bakı, Xəzər dənizi haqqında danışılır. Məşhur yazıçının əsərləri ölkəmizdə dəfələrlə nəşr olunmuş və həmişə oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. İndi burada biz neçədə gördük ki, kimsə plan qurur, amma o plan bunun istədiyi kimi alınmır. Gördük ki, ikinci abzasdan getdi söhbət. Deməli, 15-ci testdə ikinci abzasda B bəndi. İkinci abzasda nə gördük? Bax, gördük ki, Jules Verne'in baxın, onun atası qəti qərar aldı ki, oğlu vəkil olsun. Hətta onu Paris Universitetə göndərmişdi. Amma Jules Verne kim oldu? Fantast yazıcı oldu. Deməli, sən saydığını say, gör, fələk nə sayır? Yəni, heç nə həyatda planlamaqla deyil. Hərənin bir seçimi var və belə. 16-cı sual. Mətndən çıxan əsas nəticəni ifadə edir. Gəlin baxaq. Bu mətni bir də oxumuram, 2 dəfə oxudum artıq eyni mətndir də. Ona görə bilirəm ki, oxusam vaxt almasın deyə. Əsas nədir? Əsas fikir nə? Nə anladıq biz buradan? Deməli, Jules Verne necə sənətkar idi? Məsələn, mən şəxsən mən sizin yerinizə olsam, o dəqiqə deyərdim ki, o çox böyük bir sənətkar idi. Çox böyük. Nədən bildik onu? Görürsünüz, deyir, cihazlar, elə cihazlar olmuşdu ki, hətta deyir, o yaranmamışlar onun əsərində idi. Görürsünüz, bir dənə ixtiraçı hətta deyir, dedi ki, mən o fikri, Tsiolkovski deyir ki, mən kosmik uçuşu Jules Verne'dən götürmüşəm. Görürsünüzmü? Deməli, o dünya ədəbiyyatında iz qoyan yazıcıdır. İz qoymasaydı, indi də oxucular əsərini böyük rəğbətlə qarşılayırdılar. Onun qəhrəmanları, bax bu qəhrəmanlar insanlar tərəfindən həyəcanla sevilirdilər. Deməli, oldu nə? Oldu, baxın, çıxan əsas nəticədən görür. Məsələn, siz deyirsiniz ki, Jules Verne öz yolunu seçdi də yazıcı oldu. Mübariz adamlar qəhrəmanına çevirirdi də. Amma bizə deyir, əsas nəticə. Yəni, ideya nə idi? İdeya odur ki, Jules Verne ədəbiyyatda özünə məxsus iz qoyan sənətkar idi. Bu birlər də var, demirik bu birlər səhvdir. Amma sadəcə olaraq əsas nəticədən gedir söhbət. 17 yenə eyni mətindir. Gələk görək burada nə deyir? Elmə istiqamət verilməsi fikrini təsdiqləyən abzas istəyir bizdən. Biz bayaq nə dedik elmə? Dedik ki, bir çox kəşflər hətta kəşf olunmamışdan əvvəl Jules Verne əsərində var idi. Gəlin görək o neçənci abzası idi onda o?
Deməli 17-də C bəndi 3-cü abzasdaydı. Baxın. Deməli, qərara almışdı oğlu vəkil olsun, lakin Jules Verne öz arzularını, əslində burada abzaslar verilməyibdi. Abzaslar, bax, birinci abzas bunu hesab edirik. Yəni, bu, ola bilsin köçürmə. İkinci abzas bunu hesab etdik. İkinci abzas, qarşına işarələr qoyuram. Çünki niyə? İkinci abzası görürsünüz, bax, buradan boşluq hissi olunur. Deməli, amma onun elmə tövsiyə verdiyi yeni fikir, baxın, bu maraqlıdır ki, bax, bu artıq yeni fikirdir buradan belə. Yeni fikir, bax, bu cihazlar kəşf olunmamışdan əvvəl Jules Verne'də var idi də, Jules Verne əsərlərində var idi deyə yeni fikirdir, görürsünüzmü? O yazıcı oldu. Yazıcı oldu, artıq Jules Verne haqqında, atasının planı, onun öz sənətini seçməsi haqqında məlumat. Maraqlıdır ki, elm aləminə kəşflər artıq yeni fikir olduğuna görə, bax, bu hissədən də o yazılmalı idi. Yeni abzas. Ona görə biz bunu birinci, ikinci və üçüncü abzas olaraq qərara alırıq. C bəndi. Sonra 18. Kök şəkilçiyə düzgün ay. Gözümüzlə gözləyirik. Gözlədik keçmiş zaman ki, şəxs sonu. Barış, dan zaman şəkilçisi. Barışıq da, bunun işarəsi səhv getdi, leksikdir. Feildən isim düzəldən şəkilçidir. Düzəltdirmək. Bu da leksik şəkilçidir. Aha. Çağır, çağırış, çağırışa. Amini gəlin. Qaraltdım. Qaraltdım sözündə. Əgər dilimizdə qara sözü varsa, niyə l-nı da bura əlavə eləyək ki? Qara sifətindən qaralmaq feili. Qaralmaq feilindən qaraltmaq feili. D keçmiş zaman, mı da şəxs sonluğu. Deməli, C bəndi 18-də. 19-da. Hansı digərlərinin eyni köklü deyil? Baxaq. Ceyran ovuna gedir ceyranı ovlayır. Deməli, bu ov, şikar mənasında. Ov etdiyi yer olur onun ovlağı, ovlaq. Deməli, yenə kökü şikar, ov mənasında. Ovçuluq, ov edirsə, onun peşəsinin adı ov, şikar, kökü şikardır, ov. Peşəsinin adı ovçuluqdur. Ovçu da ovu edən adamdır. Ov yenə sözün kökü şikar, ov mənasındadır. Amma ovuntu, ovmaq feilidir. Ov feili. Ovur, ovuntu yaradır. Nəyisə ovur, ovcu ilə ovur, nəyisə. Oradan ovuntu yaradır. Deməli, ovmaq feildir. Ov homonim sözdə bilirsiniz, ovmaq feili var, bir də ov ismi var. 20-ci. Biri sinonim, frazoloji birləşmələr cərgəsinə aid edilə bilməz. 20-ci test idi. Onun əvvəlkilər 17 idi. Aha. 18, 19, 20. Bəli, düz gəlmişik. Biri sinonim frazoloji birləşmələr cərgəsinə aid edilə bilməz. Gəlin baxaq. Boynuna götürmür, yəni neynir? Yaxasını kənara çəkir. Boynuna götürmür, yəni neynir? Yaxasını kənara çəkir. Sinonimlərdir bunlar. Sinonim. Gördünüzmü? Deməli, sinonimdir. Eyni mənadır, yəni boynundan atır. Deməli, sinonim boynuna götürmür, yaxasını kənara çəkir, yiyə durmur, boynundan atır. Amma boynuna minmək başqa şeydir. Yəni, bu, deməli, sinonimlər hansılar oldu? Boynuna götürmür, yiyə durmur, yaxasını kənara çəkir, boynundan atır. Amma boynuna minmək həmin anlama gəlmədiyi üçün, deməli, cavab oldu B bəndi. Bugünkü suallarımızın izahı bu qədər.